No, I married. Nasıl likka? Nasıl likko? Burada da yemeği pişirirler uşaqlar. Telefonlarında mahalları da var uşaqlar. Salam. Salam. Azerbaycan. Azerbaycan. Qadını işləyən gördüm, evi düzəldir. Bilmirəm, bu belə gəzə-gəzə uşaq da ananın döşündən süd əmir. Sağ tərəfdə kişilər yatır, sol tərəfdə qadınlar. Yeah. Özü körpə uşaqdır, amma bir də özündən də körpəni daşıyır. İndi bu kafedən içəcəm. Saçları belə formalarda və qaradırsa bunlar subaydır. Say hi. Okay. Qaqaş çox süryozundur, çox ciddidir. Mən buranın ərazini istirahət elədiyimiz barı pivnoyu sizə göstərim. Yeməyimizi yiyəcəyik, ondan sonra axşam gedəcəyik Hamer qəbiləsinin culture ilə, mədəniyyətləri ilə tanış olmağa. Oturduğumuz pivnoyu barı sizə göstərirəm. Afrikada bir bar necə olur, onu göstərməyə çalışıram. Həm çay tərəfdən girişi var, həm digər tərəfdən girişi var. İnsanlar burada otururlar belə. Motosikletlərini, maşınlarını saxlayırlar. Orada insanlar yemək yeyir. Burada biz pivə içirik. Digərlərdə pivə içir görürsünüz. Bizim heyət buradadır. Bu tərəfdə bilyard oynayanlar var. Qaqaşım yatır burada. Burada bilyard gedir. Amerikanski bilyard. Okay uşaqlar, buranı sizə göstərmək istədim. Birazdan lunchdan davam yola çıxanda yoldan biraz kadrlar, sonra lunch, sonra isə axşam Hamer qəbiləsi. Uşaqlar, təkrar salam. Deməli, biz pivəmizi içdik. Orada biraz fırlanda vaxt keçirdik. Müəyyən dərəcəli dincəldik. Çox uzun yol gəlmişəm. 2-3 saatlıq yol idi. Yatmışam bütün yol boyu. İndi gəlib restorana çatmışıq. Günorta yeməyimizi yeyəcəyik. Sonra gedib 1-2 saat çimib və dincələcəyik. Ondan sonra çünki çox çətin olub. Səhər tezdən çıxmışıq və daha ağır iş görmüşük. Sonra isə Hamer qəbiləsinə yeyəcəyik. Soruşurdunuz Afrikada nə yeyirsiniz burada? Məsələn, baxın dostlar, burger yeyirlər kartofla. Bu da mənim yeməyimdir. Burada toyuq var, ət var, kartof var, düyü var. Hər şey var. Hər şey bir-birinə qatıb düzəldib. Görün bunu nətər yeyəcəm. Biz indi Hamer qəbiləsindəyik. Uşaqlar görəcək qaçır. Oy ya, bura daha çox crazydir. Bura çox dəlidir. Çox xoşuma gəldi bura. Getdik, qəşəngcənə dincəldik, elədik. İndi gəlmişəm, sizi Hamer qəbiləsindən salamlayıram uşaqlar. Ayda, burada da günəş var, yandırdı, tökdü günəş bizi. Gəlmiş Hamer qəbiləsinə. Görək burada nələr görəcək. İzləmədə qalın. Əgər 2 arvadı varsa, hər arvada öz evini tikir. Başa düşdün, ayrı-ayrılıqda ev tikir onlar üçün. Əgər bir arvadsa, məlumdur, bir yerdə qalırlar. Burada həyətdə 3 dənə ev var, görürsünüz uşaqlar. Soruşuram ki, bunu deməli, məsələn, 3 dənə arvadı var da, yaxud 2 arvadı var ki, belə. Deyir, yox, ola bilər ki, bu özünün yeni ailə qurmuş oğluna da ev tikibdir və yaxud öz valideynlərinə ev tikibdir. Tək elə variant deyil də, 2 arvadı var deyənə. Ola bilər ki, öz valideynlərinə və yaxud oğlu üçün də ev tikmiş ola bilər. Deməlidir ki, 90% bizim öz mədəniyyətimizdə qadınlar lüt gəzirlər, amma indi mədəniyyətlər dəyişib, texnologiya inkişaf edib, artıq bunu problem eləyirlər. Biz də artıq bir yerində qadınlar örtülməyə başladı. Məsələn, sağdakı qadın, qız daha doğrusu, açıqdır sinələri, amma 2 qızın sinəsi bağlıdır. Saçları belə formalarda və qaradırsa bunlar subaydılar. Yox, qırmızı rəngə vurublarsa, onda onlar artıq evləniblər. Əhalinin çoxu burada kənddə qalmır. Daha çox qoyun quzusunu, keçisini, maldarala, bunlar nə qədər milçək var. Onları gəzdirməyə çıxırlar, otlamağa çıxardılar. Ona görə burada kənddə çox az adam olur əsasən. Günəş yandırır uşaqlar, çox pis yandırır. Yenə çaşdım, yəni günəşi hesablamadım. Qolu qısa geyindim. Evlərinə baxaq. Okey uşaqlar. Çox qəşəngdir. Bu tərz mənim çox xoşuma gəlir. Girməli olduğum yer buradır. Yəni ölçü etibarı ilə baxın, belə bir şey. Çox balacadır. Come. It's coffee. Kofenin şeyidir. Bu keçən dəfə içdiyimiz. Uşaqlar. İndi bu kofedən içəcəm. Right. It's no sugar, no salt, no sugar.
Yeah, good. Thank you. Thank you. Uşaqlar, ikinci mərtəbəsi də var bunun. Mən elə bildim patolog burada bitir. Mən bilmirəm, axı xəstəlik tutacam, ağzıma gəlir. Nə verirlər içirəm, Allah'ın dostum. Burada da yemək pişirirlər uşaqlar. O, ikinci mərtəbəsi də, bax, buradır uşaqlar. Uşaqlar, bu da ikinci mərtəbədir. Burada mən belə başa düşdüm, veşdəni yığırlar. Və bu nədir, hə? Ət qoyublar hazır burada. Qablarıdır bu da. Və bu dərilərdir. Bu da qablarıdır. Külək yaxşıdır falan, daha çox çöldə yatırlar, amma içəridə yatasıdırlarsa sağ tərəfdə kişilər yatır, sol tərəfdə qadınlar. Ay, blin. Gördünüz evlərini də, necə dar-darıskal bir evləri var. Balaca giriş, balaca. Deyir evlər hamısı eynidir onsuz da, yəni fərqli heç şey yoxdur içərisində. Thanks. Qapıdır bu. Sağ ol, qapıdır bu. Bu nədir? Okey, hoppa. Bu nə o qədər bunu? Bax, özü körpə uşaqdır, amma bir də özündən də körpəni daşıyır. Qəribə deyir bu yer. Əgər görürsünüz, 3 dənə zəncir var boynunda. Yuxarıdakı zəncir və aşağıdakı 2 zəncirin olması onun birinci qadını, həyat yoldaşının birinci qadını olduğunu göstərir. Əgər aşağıdakı 2 dəmir varsa, yuxarıdakı yoxdursa, onda o ikinci arvaddır. Dedim, 3-cü arvad olsa bəs nəsər, o deyir, bizdə elə şey yoxdur. Maksimal 2 arvad ola bilər. Bunların üzərindəki dəri çox qısadır. Amma evlidirsə qadın, onun üzərindəki şey, dəri çox uzundur. Fərq bundan ibarətdən də. Uşağı əmizdirir və yaxud əmizdirmir, bilməm, orada proses baş verir, amma belə gəzə-gəzə uşaq da ananın döşündən süd əmir. Bunlar gəzirlər, küçədə uşaqlardan ki, qucaqlarında bu prosesdədir. Dərinin necə hazırlandığını mənə izah eləmək istəyirdi indi. Onlar qoyunun və yaxud inəyin dərisini soyurlar. Bax, bu formada dartılır, çox belə güclə dartılır. Dartılandan sonra belə yerə vurulur taxtalarla. Yəqin ki, tükü qaşınır, bilmirəm. Bir dənə baxım. Bunun tükü qaşınıb. Bəlkə də alt tərəfdə tükü, bilmirəm. Elə yerlər var, tükü qaşıyırlar, elə yerlər var, ancaq dəri olaraq istifadə edirlər. Belə eləyir, voşum, saxlayır. Bu quruyur, bir formaya gəlir, ondan sonra artıq bundan yataq olaraq istifadə edirlər, altlarına sərirlər. İtin gününə, güzaranına baxın, bu it ölür. Hal-hazırda sökür. Başdan ayağı tükünü zaten təmizləyiblər, ancaq dəri təmiz qalan. Bu hazır oldu. Dərisi burada qalıb. Bu tərəfi bütün tükü ilə uşaqlar. Bir gün kifayət edir ki, bu quruyub bu vəziyyətə gəlsin. Dərini sərirlər, günəş çoxdur deyir. Ona görə bir gün kifayət edir bunu belə. Bəzən də deyir, 1 saatda kifayət edə bilər. Qadını işləyən gördüm, soruşuram o qadın nə edir? Evi düzəldir. Deyir, hə, bu günlərim çox güclü külək olub, onların evinin damını dağıdıbdır. İndi o qadın yenidən o evin damını düzəltməyə çalışır. Bu külək nəticəsində bu günə qalıbdır. Saçlarının qırmızısından görürsünüzsə, anlayırsınızsa, bu evlidir və ağzındakı çubuqdan da anlayırsınızsa, dişlərini təmizləyirlər daima oyna. Mənə belə sərt baxmağına baxmayın, çox normaldılar onlar. Yəni, arada belə şey verirlər, reaksiya verirlər. Əsas da o reaksiya ondan ibarətdir ki, çəkirsənsə pul ver. O da ki, zaten, məsələn, mən gidimə pul ödəmişəm bura gəlmək üçün. Mənim gidim, buradakı gidə, lokal gidə, bunların gidinə pul ödəyibdir. Bunların gidi də həmən özünə gələn puldan müəyyən məbləği buranın qəbilə başçısına ödəyir. Və nəticə etibarilə mən zaten bunun pulunu ödəmişəm. Sadəcə bunlar sırtıqlıq deməyək də, vəziyyətdən istifadə eləyərək əlavə pul istəyirlər. Ona görə ara sıra belə reaksiyalar verirlər, amma gidlər həmişə deyir ki, iş üzrə olun, narahat olmayın, yəni fikir verməyin. Bu, hansısa bir ailənin keçiləri, quzularıdır. Deyir, bunların qulağının dizaynı bir şəxsə məxsus olur, itəndə qarışdırmasınlar. O da necə, məsəl üçün, götürürlər, tutalım ki, deyək, qulağını 2-yə yarır və yaxud bir dənə yumru çəkir, kəsir qulağına. O kəsiklər nəticəsində anlayırlar ki, hansı quzu, hansı keçi hansınındır, kimindir. Çünki bunlar bir-birinə qarışırlar burada, sonra aləm dəyməsin bir-birinə. Bu da arılar üçün qoyulmuş şanlı qabıdır.
Bunu deyir burada indi düzəldəcəklər, hələ otlanacaqlar və onu bura qoymurlar da. Çox ağacın çox təpəsinə, yuxarısına qoyurlar və orada arılar gəlirlər, o şansını qoyub bal qoyurlar. Buradan da belə keçid üçün belə bir yumru ağac formasında şey qoyublar. Askırdın balam. Abi balacıya bax. Ona bax. Qəbilənin uşaqları. Hayır. Telefondan da mahalları da var uşaqlar. Nah, aku suka main dulu. Nasıl? Kau war kau Ya. Situ sana. Kamu nak satu mah? Nəyə baxırlar belə davamlı? Mən başa düşə bilmirəm. Çox maraqlıdır bunlara burada nə var? Kuntar bin. Telefonları sadə telefondakı mahnı qoşa bilirlər, amma internet, nə bilim şəkil çəkim belə şeydən istifadə eləmirlər. Kamera zad bilmirlər nədir. Allah mindiz məni. Okey. Uşaqlar 10 litr su daşıyır o belində uşaq. O körpü uşaq bu belində. Gedirlər oğlanlar, oğlan uşaqları, balacalar çaydan su gətirməyə. Böyüklər tak gedir qoyun qızı otarmağa. Balaca oğlanlar da çaydan evə su gətirməklə məşğul olurlar. This one there. Yeah, it's country. My country is very beautiful. Nah, I have no kid. I have no. Yeah, I have no. No, I have no. Deyir ki saçın tökülüb, saqqalın var, elə uşağın yoxdur. No, I married. Akaru. I married, but I have no children. No child, no kid. Yeah. Arkan nagaron ya geçidi. I don't know. Naslikka. Nasilikko? Nasilize dedi, mən söyledim. Ah, my wife is 33. Edi kala kaysa. Edi lama kaysa. How old are you? İnne tabi safu kasın. 18? Annasın. In your tribe, when the girls going to marry? Wannan bir kafası lai. Ta inta inda kar usle lama idam mal ne keda usisa dari wayle kala. Okay. Inna shima giddet ya garan imbadul sida iman. Because even I didn't like that man because messed with these cultures. He's a decide my parent. Okay, what she's doing all the day in the tribe? Desma. Shikinin puta aitsena gai. You went to school? Inta ana ikant gardi. Why stopped? Anna shima anya anta ayat so korra wannan gurdar gaban da sun iya danka anya inta ina shima da gaisin yadanna. And if anyone wants to marry with her, how many calls or what must give his parents, father? Olene. Allah tabil imbara. Okay, have she got any men's form that he loves? Giddi ana slikka kadda nasa kadda kayir disma an ken sabaisi. Biran ga ana ina wailan nan sekatin kan giddi isano isa inqasi. What's the I love you in their language? Ina paidane. In a paidani? In a paidani. This means I love you? Yeah, okay. Let's speak. Teach me anything. Ina paidane. What? International danashe. Ina paidane. Intention danashene şey. Paidane. Nashay danash. Nashay danash. Paidane. Paidani. Yeah, good. Okay, I will teach you in my language. I love you. It means men seni sevirem. Men seni sevirem. Men seven. No. Just one. Men seni senin yok seni Seni sevirem. Sevirem. severim. Okay. Thank you. Salam Salam. to her. Salam Salam. Azerbaycan. Azerbaycan.
Azerbaycan. Azerbaycan. Yeah. Thank you bro. Thank you. Burada uşaqlar yağışın yağması uğur gətirməkdir. Mən də bura gəldim, yağış başladı. Bu təsadüf deyə yaxşı şeydir bunlar üçün. Uşaqlar birdən-birə yağış başladı. Hamı girdi, gizləndi orada, amma mən sizə göy qurşağını göstərmək istəyirəm bu gözəllikdə. Hər kəs qaçır. Görəcə yağış yağır. Kayıfdır uşaqlar. Çox qəşəng kayıfdır. Gedin satmaq yeridir ala. Lülüşün qapı yaş oldu lülüşü. Buna bax özünü saxlayan lazım. Yəni uşaq saxlayır böyle. Ayda bu nə gözəllikdir. Göy qurşağına baxın, mənzərəyə baxın. Hamır evlərində Afrikadasan və yağış yağır guys. Gözəllik deyir uşaqlar, gözəllik. Günəş buradadır, deyir, yağış buradadır və göy qurşağı, buludlar təbiətin özü ilənsin uşaqlar. Çox gözəl bir kayıfdır da, çox gözəl. Hi. Nice to meet you. Orxan. My name is Orxan. Bax bunun üzərində xəttlər var, kəsintilər var uşaqlar bədənində. Bu onun müharibədə kimisə öldürmələrinin işarətidir. Yəni digər qəbilələrlə olan davalarda bu güclü iştirak edibdi və adamları öldürüb. Thank you. Barjomi. Uşaqlar bu ikinci evin tikilişidir, onu izah edir mənə. Və evin ikinci mərtəbəsini, ikinci dönəmi yeni evin tikilişidir və onun ikinci mərtəbəsini artıq qaldırırlar, o nəzərdə tutur. Mahnı qoşur. This is Hamir music? Aqui da nossa nasce. Ah, good. Ay, pek Yeah, my name is Orhan. Yes. What? Good. Kanki adı mənası maşın deməkdir. Ona görə adını maşın qoyublar ki, maşında doğulub kanki. Ona görə adını da maşın qoyub. Çox maraqlı detaldır. Allah süper. Arzuları, xəyalları var mı adamın? Evlənmək haqqında arzuları var. Okay. Valideynlər nə deyir? Ona da qulaq asın. Başqa şey eləmir. Okay. Deyir ki, siz kişi xeylağısınız, uzun sözün qısası. Siz ora-bura da gedə bilərsiniz, hər yerə gedə bilərsiniz. Amma biz qadın xeylağıyıq. Mənim işim deyir ondan ibarət ki, yağış yağanda mən fermeri ilə məşğulum, əkin-biçinlə məşğulum, torpağımı qoruyum, ailəmi qoruyum. Mən qadın olaraq bununla məşğul olmalıyam. Nə qədər köhnə düşüncə olsa da bəzən adam düşünür ki, elə köhnələrdə qalmaq lazımdır. Çünki bizim əsas formatımız ondan ibarət. Biz ondan böyük, ondan inkişaf eləmişik. Bunu sağa sola genişləndirmişik, amma bir kök var, mənbə var orada ki, vəzifələrimizi unutmuruq, bir kişi olaraq, bir qadın olaraq. Okey, acıyam. Okey uşaqlar, biz bu qəbilədə də işimizi bitirdik, Hamir qəbiləsində. Kankiyə çox sağ ol deyirəm. Barjomi for Kanki, o bizə çox kömək elədi, yəni diyaloq cəhətdən fikirlərini aldım. Buradakı bir qadının, bir qızın nələr düşündüyünü anladıq. Və Hamir qəbiləsi haqqında biraz məlumat aldıq, evlərinə girdik, kofe içdik. Yəni öyrəndik nələrsə bu qəbilə haqqında. Növbəti qəbilələrdə, növbəti maraqlı videolarda görüşənədək səhifəni bəyənməyi, komment yazmağı və like etməyi unutmayın. YouTube hər dəfə məcbur eləyir, mən bunu sizin yadınızda salım. Amma siz də bunu etməyi unutmayın. Ən əsasında notificationları açıq qoyun. Hələlik, kanki, say goodbye.